Quran-ı Kərimi öyrənməkdir, ona qarşı diqqət göstərməkdir. Həqiqətən də Quran-ı Kərimin imanın artmasında, yəni çox böyük təsirləri var və insan Quran-ı Kərimi oxuyanda onun doğrudan da yəni etiqadı barəsində yəqinliyi bir o qədər də artır və həmçinin də qəlbi güclənmiş olur Quran-ı Kərimi oxuduğu zaman. Çünki Allah Subhanahu wa Taala buyurur ki, Quran-ı Kərimi oxumaq insanı ancaq yəni onun imanını artırmağı verir. Necə ki Allah Subhanahu wa Taala buyurur ki: "Və izə ma unzilat suratun feminhum men yekul eyyukum zadatu hadihi imana, fe'emmellezina amanu fezadatum imanan ve hum yestabşirun." Allah Subhanahu wa Taala buyurur ki, bir surə nazil edildiyi zaman onlardan bəziləri deyər ki, bu sizin hansınızın imanını artırdı. Möminlərə gəlincə isə bu ayələr onların imanını artırar və həmçinin onlar bu surələrin nazil olmasına görə sevinərlər. Həmçinin Allah Subhanahu wa Taala başqa ayət-i kərimədə buyurur ki: "İnnemel mu'minunellezine izâ zukirallahu vecilet kulubuhum ve izâ tuliyet aleyhim âyâtuhu zâdetum îmâna ve alâ rabbihim yetevekkelûn." Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə ürəkləri qorxudan titrəyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. Onlar ancaq öz Rəbbinə təvəkkül edər. Və Allah Subhanahu wa Taala buyurur ki, "Ulaika humul mu'minun haqqan." Bu insanlar haqqı ilə iman gətirən insanlardır. Hansı ki onlara Allah xatırlandığı zaman qəlbləri titrəyər və həmçinin də Allahın ayələri oxunduğu zaman onların imanları artar. Deməli, Quran-ı Kərim imanı artırmaq üçün ən böyük səbəblərdən biridir. Və şəri elmlərdə ən üstü insanın Quran-ı Kərimlə məşğul olmasıdır. Quran-ı Kərimə diqqət, qayğı göstərməsi, onunla maraqlanmasıdır. Maraqlanmaq da onu oxumaqdır, onu tədəbbür eləməkdir, onu fikirləşməkdir və həmçinin onu həyatına tətbiq eləməkdir. Oradakı əmrləri yerinə yetirib qadağanlardan çəkinməkdir. Və bu insanın həqiqi Quran-ı Kərimi yaşamasıdır. Ona görə də alimlər buyurur ki, sən fikirləşmə ki, mən nə vaxt surəni və yaxud da Quranı xətm edəcəyəm. Lakin sənin himmən, sənin məqsədin o olsun ki, mən nə vaxt Quranla hidayət olunacağam və yaxud da mən nə vaxt Quranla bir fayda götürəcəyəm. Yəni, nə vaxt Quran məni düzgün yola yönəldəcək və yaxud da nə vaxt mən bu Qurandan özüm üçün bir fayda nəticə çıxardacağam. İnsanın əsas məqsədi, əsas qayəsi bu olmalıdır ki, ayələrdən ibrət götürmək, ayələrdən nəticə çıxartmaq və həmçində hidayətə yönəlmək, düzgünü, doğrunu tutmaq ayələrlə və həmçinin ayələrdən faydalanmaq. Əsas məqsəd bu olmalıdır.